gəldi evə. Deyirəm ki, akras saçlarım düzləşmişkən o Hitless Curl metodunu yoxlayım. Sifariş elədiklərim gəlmişdi. Gətirmişəm bunları özümdən Berlindən. İndi bunları yoxlamaq istəyirəm. Gəlin birlikdə yoxlayaq. Deməli, orada necə eləyir? Saçı 3 yerə bölür. Birincisi belə eləyir. Bir dərəm düz ayırdım. Bəlkə daha az ayıraq. Belə. Buradan. Daha sonra bunu biraz yaş eləyir spreylə. Ki biraz nəm olmalıdır, tutsun deyə. İlk dəfə də yoxlayıram. Ümid edirəm alınar. Prostaki. Bunları necəsə tuturdurmaq lazımdır. Bir dəqiqə bunu belə yığmalıyam. Birinci. Belə necəsə birinci bağlayırlar. Mən bununla bağlayacağım. Müvəqqəti. Dayanmadım. Okey, zacımla bağlayaq. Yetərincə soldu, yoxsa yox. Belə eləyirlər. İçəri. Biraz da darayım. Serumda vurun biraz. Olaqlaksın. Nasıl? Ayda. Bunu buradan keçirmeye lazım. Nasıl böyle bir şey? Deyəsən alındı. Sonra bunu da biraz yaş edək. Bunu da biraz yaş edək. Dedim düz elədim. Ki biraz da vurmaq lazım idi. Ve üçüncü. Nəsə belə bir şey. Cıbraşka oxşadım, amma effekti yaxşı olmalıdır. Səhər-səhər göstərirəm, birlikdə açarıq. İndi gedib duş alıb yatacağam. See you. The next day. Hər kəsə salam. Burada niyə mavi görsənirəm bilmirəm. Saçımı göstərmək üçün kameranı açdım. Düzü yatmaq çox da rahat değildi. Yəni deyə bilmərəm ki, çox rahat idi filan. Hətta gecə düşündüm ki, bunları açım. Bir də dünənləri mən qıraqlardan dolamışdım. Düşündüm ki, elə heç yata bilməyəcəm. Ona görə arxadan doladım. Bir tərəfimdə nisbətən daha yaxşı idi. Digər tərəfim məni narahat eləyirdi. Amma bir təhər dözdüm. Düzdür, bilmirəm nəticə necə olacaq. Çünki quru saçı nəmləndirib eləmişdim. Yəqin ki, çiməndən sonra nisbətən nəm saçdan daha yaxşı olar. Amma indi açıb baxarıq. Bir də indi birazdan kosmetoloqa gedəcəm. Yenə leysan yağış yağır. Bura baxın. Buranı niyə belə gömgöy göstərir bilmirəm. Amma yəni bildiyiniz yağış yağır. Bunun nastroykasında nələrsə dəyişməliyəm deyəsən ki, belə göy olmasın. Bu yaxınlaşdırıb uzaqlaşdırmaqdır, səhv etmirəmsə. Düzəltdim, baxın. İndi gömgöy göstərmir. Çöldə yağış yağır, leysandır. Binaların başını duman alıb, elə bir New Yorkdur.
Heç nə, durdum mən evləri biraz yığışdırdım. Salih dostları ilə gedib bəy hamamına. Dostunun toyudu gələn həftə. Oy, çox sağ olun, çox sağ olun. Mən dedi saçlarımı açacağam. Amma mən burada nəyisə dəyişdim və rəng daha çox xoşuma gəldi. İndi saçlarımı açaq və nəticəyə baxaq. Heç bir fikrim yoxdur. Ümid edirəm TikTokda gördüyüm kimi gözəl alınar. Amma heç də belə çox ümidim yoxdur. Gəlin birlikdə açaq. Əslində, yəqin ki, birinci arxanı açmalıyam. Əslində güzgü gətirsəydim daha yaxşı olardı, amma burada güzgü yoxdur. Belə iç tərəfə dolanmışam. Bu arada burulub. Nice. Bu arada dünən çoxu elə bildi ki, saçımı rəngləmişəm. Əslində saçımı kəsmişəm və ukladka eləmişəm. Ona görə sarılığı daha da çox bilinirdi. Sabahlarım gedəcəm saç rəngləməyə. Və ön hissəsi. Au. Necə çox. Belə. Bu arada burulub qızlar. Bu nədir? Düzdür, biraz çox burulub. Bir dəqiqə gedim güzgüdən baxım. Bu hissəsi mənə əslində çöl olmağını istəyərdim. Gələn dəfə çöl tərəf eləyəcəm, amma aşığı gözləmirdim belə burular. Nə yalan deyim. Bu belə Nasbəri Dostəliyeva saç prişoskası oldu. Amma həqiqətən bu qədər burulacağını heç gözləmirdim. Sabah TikTok üçün də çəkərəm. Çox qəşəng burulmuyub. Buna bax. Şaka. Həqiqətən TikTokda düz deyirlərmiş. Şokdayam. Bu nədir belə? Əməlli burulubdu. Gedim tez güzgüdən də baxım. Çox bəyəndim. Yeni saç düzümüm loading. Buralardan bir düz əməlli ayırım. Yəqin ki, burasını biraz ployka ilə düzəldərəm. Amma ki, möhtəşəm. Möhtəşəm yəni. Hətta Dyson alıb almamağı mənə sual elətdirdi. Yəni bu varsa. Siz nə fikirləşirsiniz? Çox qəşəng olmadı. Super. İndi buralarını biraz ployka ilə düzəldim, göstərərəm son versiyasını sizə də. Mən çox bəyəndim. 100%, yəni bunu istifadə edəcəm. Baxın, çolkamı biraz ployka ilə düzəltdim buralarını. Çox xoşuma gəldi. Belə Marilyn Monroe stilində havalı buruqlar. Hətta toya gedəcəyik ayın 4-ü. Rəfiqəmdən Dyson götürəcəm. Fikirləşirəm ki, bəlkə Dysondan eləyim, sonra da buna sarıyım, qoyum. Ya bundan eləyim. Əslində görüm nə qədər qalacaq. Çox əladır. Bugün bütün gün saçıma baxacağam. Bir də sadəcə bu qədər qısa saça öyrəşməmişəm. Burulub dedayla qısalıb. Sanki çolkalarım daha uzundur, saçım daha qısa. Bilmirəm, amma belə yandan görüntüsü çox gözəldir. Özümə belə bir yulaflı bol hazırladım. Badam südü, yulaf, bal, fıstıq əzməsi, bir də yarım banan. Bunu yeyəcəm, getməmiş. Daha sonra da hazırlaşıb gedəcəm. Biraz YouTube izləyəcəm. Mən indi gedirəm kosmetoloqa. Kollagen jeli bunlar ağzımdadır. Götürməyəcəm kameranı, çox güman ki. Gələndən sonra sizə göstərərəm. Baxın, indiki halım və sonraki halımı sizinlə bölüşəcəm. Ola bilsin qızlar bizə gəldi. Onlarla da vlog çəkərik yəqin ki. See you. Few moments later. Mən gəldim kosmetoloqdan. Buradan işığımla necədir? Dodağım belə alındı. Botoksu vurub. Biraz göyəribdi. İndi qızlar bizə gəlib. Daha doğrusu Aytən gəlib. İndi Leyla da gələcək. İndi qızlarla oturacaq, söhbət eləyəcəyik. Leyla da gəldi, mənim gülümü gətirib. Leyla da qalmışdı. Daha doğrusu Leyla götürmüşdü. Gəlinlik buketidir belə. Bunu da elə bantikından heç gül görsəm birazcık. Qurudub. Florist. Neydi qızın adı? Adından çıxdı. Bizə vermişdi. O kağız eləmişdi. Ürək formasında elə bir düzəldibdi. İşıq düşür düzə gəl. Belə qəşəngdir evə qoymaq üçün. Hə? Gözəl. Eynidir hə rəngi Aytən. Eynidir. Hə, eynidir də.
Amma səninki biraz tündür. Məndə daha az abartılıq var. Elə bir ki daha karışıq var. Hə, bu elə bir vişnə rəngi kimidir, amma çox qəşəng, çox bəyənirəm. Özü də boy da oldu. Cür öyle ne kadar Şeydir, Leyla, nə sən alsa onu sən qabağına qoymamışdın şey kimi. Boşuna gətirirsən. Gösterir evet bak. İstemem ama gel otur. Götür də burada. Buna götür. Onu növbətə qoy. Bu Azanın ananasıdır, keksi üçün darıxmışdım. Qızlar gəldi, onu aldım. Bunda deyəsən Salehin qonaqları qoyub. Şeydir. Bir də bu ekler şokoladlı almışam. Bilmirəm. Xoş deyirsizmi? O hem makaronu da az çok şeydi. Makaronu kaynadanda şey katırsan o da dadına fərq eləyir. Değil mi? Pasta yeyirik. One eternity later. Qızlar getdi. Bayaqdan da söhbət eləyirik. Hardasa 5 saat oturmuşuq. Düzdür bilmirəm nə qədər çəkmişəm. O qədər söhbət elədik ki, başım söhbətə qarışdı, amma qəşəng oldu. Bugün bütün günü yağış yağıb Bakıda. Onsuz da çöldə görüşə bilməyəcəkdik. Ona görə düşündüm ki, evdə oturaq. Bu arada saçımı öyrəşə bilmirəm. Bilmirəm, çox buruq istifadə eləmişəm. Hələ ki gözüm öyrəşməyib buna. Amma mən ümumiyyətlə koronaya qədər uzun müddət saçımı belə istifadə eləmişəm. Düz, ucları buruq. Yəni neçə ildir? Artıq 6 ildir ki, buruq istifadə edirəm. Bilmirəm, baxacağam. Hələ ki yəqin ki belə istifadə edəcəm. Bəsəm yenidən buruğa qayıdacağam. Bu arada sabah saçımı rəngləməyə gedirəm. Sizi də özümlə aparacağam. Ümid eləyirəm çox gözəl bir şey alınar. Bir saç var, onu eləmək istəyirəm. Öz şəklini də atmışam. Saç ustası deyib ki, gələrsiz yoxlayarıq. Əgər yanma qopma olmasa edərik. Görürsüz buradakı saç keçidlərini, rəng keçidlərini, bunların eyniləşməyini istəyirəm. Ümid edirəm uğurlu bir şey olar. İndi videomun sabunayla düzəltməliyəm. Videomu yükləmişəm, yeni bir video. Siz artıq bunu izləyəndə onu çoxdan izləmiş olacaqsınız. İndi onu yükləyəcəm və biraz incələcəm. Sabah görüşərik. Hələlik. 12 hours later. Gedirəm saçlarımı rəngləməyə. Mənim sarı zonçikim kimidir. Saçımın bu halını axırıncı dəfə çəkeyim. Görək nə deyəcək usta. Alınsa rəngləyəcəyik, əgər qopma yanma olmasa. İndi deyirəm yaxşı alınar. 3 hours later. Qızlar, saçımı rəngləmək alınmadı. Dedi yanma qopma olacaq. Üst hissələrdə zədələr var. Kobrus da elə demişdi. Ona görə mən yandırmaq istəmirəm. Rəngləmədim. Həm də saç da xoşuma gəlmədi. Çox quru, çox doğulan idi. İndi gedirəm bir dənə başqa türk var. İndi ona bir şey deyəcəm. Ən azı görüm tonlama eləyə bilərmi, eyniləşdirmək üçün. Bir də baxımı çalışacağam. Gözüm buralardayken ən azı maraqladım. Bu arada eynəyimi sökümünü son anda çıxartdım. Çox peşman oldum. Dedim bir dənə onu öyrənim. Oradan da alırsa çıxartacağım. Deməli mən o salondan çıxdım. Həmin usta türk ustaydı. Dedi alt hissələrini aşağı belə deyim volümla açıb eyniləşdirə bilərəm. İndi fikirləşirəm, düzü bir dənə 3-cü gün vaxtı var. Mən isə sabah istəyirdim. Çünki sabah divişliyə gedirəm. Amma belə də kamerada da saçım qəşəng görsənir. Bilmirəm eləyim yoxsa yox. Gələ fikirləşirəm. Baxacağam. Axşam da qonaqlarımız gələcək. Biraz da evə gedəcəyik. Yemək bişirəcəyim onlar üçün. Gəldi Yaşıl Bazara. Bura birinci dəfədir gəlirəm.
Nə, pomidor? Ədviyyatlar, turşular. Nə qəşəngdir. Sumaxa bax, nə qəşəngdir. Bunlar 5 manat. Sizin dadına bakması katılır. Təmizi deyil. Bana 5 manatdan verir, 4 manatdan onu al, sana 5 manat. Axırıdır. Ha, aydın nə? One hour later. Gəlmişik evə, bayaqdandır. Qaça-qaçdan hazırlaşırıq. Birazdan qonaqlarımız gələcək. Ortalıq biraz dağılıb. Hər şey ortadadır. Salih salat düzəldir. Hər şeyi yuyub buralara yığmışam. Meyvələr məsələn. Stolumuz hazırdır demək olar. Bir dənə isti yemək kimi pasta eləyəcəyik. Onu da dostlarımız gələndən sonra eləyəcək. Gəlin sizə ümumi stolu göstərim. Çox qəşəng oldu. Baxın, belə oldu. Bu da Salihdir. Salihin plastinkaları. İnşallah Berlin üçün də alarıq. Temip olan plastinkasını istəyirəm. Спасибо, ребята. Çok sağ olun. Çok sağ olun. Grandiozno duruyor. Мы тоже клеточку перевели сейчас. Давайте. Çok sağ olun. Çok Спасибо. İki dənə tökdün. Nara şeysiz istəyirdi. Kolasız. Ой. Норм. Понятно. Чисто алкоголь пища. Ну ничего, я выпью. Либо клевая вещь, либо Çok kaldı şu an. Hə, bizə onu şotlandiya dedilər. либо же O da yaşlı bir olsa bir çok oldu. Deyir təkcə bu şeyin dudum dadı gedir də ona, hə? O kaldıkça on улетучивается. On Angels şey portion dedi. Azalırdı ya, qiyməti artır. İyi ekonomik çok üzülsən falan diye. Ama tadında şey değil. Son üstüne eğilir. Chivas 32 aslında Chivas 12'den pis gelir. O demek ki produkt tatları farklıdır. я потом сказала, что я должна на камеру, но я буду успеть, но сказала, Bunu dayak, bir gün ona bir qalır dayak. я Sen başa götürürsən, başa bunun dadını başa götürürsən.
Qonaqlarımız artdı. Flotorsan yandı. İndi hamını istə çəkim. Çəkmə sonra xoşduram baxım. Həm də memory qalır. Su Camaldır. Birinci dəfə görürsünüz yəqin ki. Sizi tanıyırlar. Səs də var. Əgər başqa işlə danışmasan səsli qoyaram. Mikrofon da olmur mu? Mikrofonu var, prosta Ancaq sən eşidir, yoxsa biz eşidir? yox taxmamışam da. Belə amma səsi normal götürür məncə. Скажи. Nəsə dedim, yaxşı говорила. Şöyle hədəf oynamaq istəyirəm. Oynamak istesem böyle şöyle demek daha çok. Məsələn,